Mən sualım var, icazə haqqınızda. Bir də qardaş, sizin haqqınızda deyirlər ki, Abdullah Buxari alim, sizin haqqınızda sizə hizbiçidir, nə o fikirdədir, bidətçidir, nə hizbiçidir, yəni bidətçidir. Yəni əsas bunu bu gün nə dəyər tuturlar ki, alimlər Ağadil qardaş haqqında danışır. Xahiş edirəm, buna da bir dənə açıqlama gətir. Hə, dəlil onu. Əsas oradan gəlir. Birincisi, yəni onlar, o deyəm, ixvanlarda kim özlər qaldırırlar. İxvanlarda bir yol var ki, baxsan dağlar, dağlar yəni böyük alimlər nəzər tuturam, Cibəl deyilir də, Şeyx Albani kimi, İbn Hüseymin kimi, Şeyx Baz və digər böyük alimlər, yəni onları özləri uyğun gəlmədiyi üçün yerə silirlər, yerə çırpırlar. Amma baxsam cavan birisini özlərə uyğun gəldiyi üçün qaldırıb dağın başına qoyurlar. Və burada da, yəni sadəcə Abdullah Buxari özlərə uyğun gəldiyi üçün, yəni adilə qarşı nəsə danışdığı üçün onu qaldırıblar. Məsələ necə olub? Yeri gəldi məsələ belədir ki, o vaxt köhnə söhbətlərdir. O vaxt Fəlih var idi. İndi danışılsa olsun, biraz geniş olsun. Fəlih var. Fəlih Şeyx Rabi'dən sonra ikinci adam idi. Cərh məsələlərində. Amma o insan çox sağa sola cərh edənlərdən birisi idi. Hətta bir kasetdə 24 nəfəri cərh eləmişdi. Bunu uşaqlar hamısı şahiddir. Və Abdullah Buxari o ilə bir yerdə idi. Hətta Muxtar ona demiş, ya bu belə danışır da, niyə demirsən? Abdullah Buxari özü demişdi ki, mən desəm məni cərh edəcək. Qorxurdu. Yaxşı, bu hansı mənhəcdən danışılır? Allah üçün demək hara getdi? Və mən o vaxt qardaşlara deyirdim ki, yəni belə sələfi olmaz da, kim istəyir olsun, yəni bu necə gəl danışılmaq, sonra tanımadan insana məsəl üçün hökm vermək və xüsusən də sonra bizim barəmizdə danışılanda biz getdik və qardaşlar deyirəm ki, bax bu insan fikirləşməlidir ki, məsələn biz cümhuriyyət gedirdi, orada deyil cümhuriyyət, yəni Sovet cümhuriyyətlərinin, respublikalarından gələn tələbələrdir də, yəni 70 il Sovet əsarətində olan ölkələr olub, respublikalar olub, yəni bunlar dini bilmirlər də o qədər. Yəni bunlara bu cür davranmaq özü sələfin yolundan deyil, necə gəl danışmaz. Həm də biz getdik evinə, 5-6 nəfər Ömər, Muxtar, Rafail, Əhməd və qarşıladı və bu danışdıq o ilə ki, yəni bizi tanıyırsan, deyir ki, yox, bu Fəlihlə danışır. Deyir ki, yox, tanımıram. Biz tanımırsan, necə danışmışsan və onunla çox danışdı və gördü ki, sözünü belə geri götürdü, bilmədim, eləmədim, belə şeylər oldu. Yəni, mən baxırım, deyim ki, bu da sələfə uyğun deyil. Sadəcə Şeyx Rabiyyət yaxşı çatdırılmamışdı. Və sonra mən gəldim və Ömər bir dənə müzəkkirə, bu boyda kağızlarla gəldi ki, Şeyx Rabi onu cərh edib. Və Şeyx Abbad da deyib ki, onun mən gündəliyinə baxdım, bu adam 3-lə qurtarıb Fəlih barəsində. Yəni, bu adam o vaxt elə həddədi idi. İndi o konkret həddədi gedir. Və Abdullah Buxari da o ilə bir yerdə idi. Yaxşı, bu Abdullah Buxari nə vaxt tövbə elədi? Eyni səhvdə idilər. Və sonra bu əsas da səbəb kim nə idi? Bizim qardaşlar, xüsusən də məsələn Samin qardaş var idi, tezə gəlmişdi. Və bizim sinifdə oxuyan birisi var, onu apardı elə o Fəlihin, sonra bu Abdullah Buxarinin belə dərslərinə, onlar da ancaq insanlarla danışırdı. Və Samin də gəl məndən sonra filan kəs necədir? Mən də baxaram ki, bu adam hələ tezə gəlib, əllərini yaxşı öyrənməyib. Şamaxıdan gəlib, Pirmaxıdan, Pirlərin mərkəzindən. Yəni, bu adam tövhidi öyrənmə əvəzinə, yəni elə adamların adını hələ indi burada heç bəlkə də soruşsam tanımayacaqsın, kimlərdir onlar. Yəni, deyirdim ki, buna qoy bu dərsini oxusun da, ora-bura getməz. Bir dəfə dedim, sonra görüm ikinci dəfə də aparıb, ikinci dəfə aparanda biraz hədələdim ki, yəni bir də işin olmaz. Ki, yəni biz bilirik də bunu hara yönətmə lazımdır. Yəni bu adam tövhidini öyrənsin, gedib cəmaatını zülmətdən çıxartsın. Və ondan sonra o oğlan, o Omandan idi. Gidib çatdırıb ki, adil sələfilərin dərslərinə getməyə qoymur. O da ki, heç tanımadan eləmədən adil belədir. Və sonra da bu Əbulhəsən Mə'ribinin məsələsi çıxmışdı. Əbulhəsən Mə'ribi o vaxta qədər, hətta Şeyx Rabi Həfizallah onun haqqında deyirdi ki, Nəbiğatul Yəmən, yəni Yəmənin talantıdır. Yəni hədis elmində də çox güclü idi. Amma o tezə çıxanda, sizin qardaşlardan da var idi ki, bəziləri tez mövqü götürür. Məsələn, Abdullah Buxari dərhal onun haqqında danışmışdı.
və bəziləri Azərbaycanlılardan sonra özbəklərdən bəziləri tez mövqe götürmüş. Mən onlara deyirdim ki, dayanaq da. Məsələn, burada bəzən qamət deyir ki, Əbülhəsən Məribi zad məsələsi də. Əbülhəsən yox, Əbülhəsən. Bu əsl Misirlidir. Məribdə yaşayıb, yəni Yəməndə yaşayıb. Və mən də deyirdim ki, dayanın da, bu dağlar var. Şeyx Abbad, Şeyx Fovzan, Şeyx Ali Nasır Fəqihi, Şeyx Süleyman Ruheyli, İbrahim Ruheyli, onların heç birisi yəni artıq söz demirdi. Yəni hətta gəlirdi, oturmuşlar yenə danışmışlar, Allah'ın söhbət getmişdi, yenə konkret cərh eləmirdilər. Mən sadəcə qardaşlara dediyim o idi ki, nə qədər böyük alimlər hələ dayanıb, yəni bizdə, yəni xüsusən də bir sələfidirsə, aralarında ola bilər nəsə danışıq olsun, yəni bizim tələbə olaraq girişməyimiz düzgün deyil. Və ondan da yəni nəsə çatdırıb, olubsa ondan deyib. Mən getmişəm onun yanına. Sonra mənə Yəmənli uşaqlar dedi ki, belə danışır. Və getdim yanına, dedik, mənə yanıma hisslərim gəlmişdi. Gələrəm də hisslərim, sən mənə tanımadan nə danışırsan? Və danışanda görsən ki, sözündən qaçdı. Və sonra hətta yaxında eşitmişəm Liviyadan ya da Tunisdən qardaşlar gəlib tüpürüblər üzünə ki, onun sözünün üzərində qırğınlar çıxıb. Yəni bu adam arxadan danışır, amma üzə çıxa bilmir. Yəni biz tanıyırıq da kimdir o. Amma qaldırmaqdan deyil ki. Hətta o Şeyx Muqbilə xavaric demişdi. Şeyx Muqbilin tələbələr Muhammedin Mani onu açıq-aydın təfsilatlı cərh məsələsizsə, təfsilatlı cərh eləyib və o linki də var, mən qoya da bilərəm onu. Linki də var, açıq-aydın deyir ki, o adam həddədidir, əffəkun əthim, böhtancı və günahkar deyir. Bu adam. Yəni sən hələ deyir, ona belə deməsi deyir, sayılmır. O belə tövbə eləməlidir. Tövbənin formasında deyir ki, belə eləməlidir. Hansı Şeyx Muqbil əhlüsünnənin böyük alimlərindəndir. Alimlər ona eşitməyib. Yəni bu alimə dil uzadır konkret. Yəni mən bilirəm də bu da. Yəni bu da həmişə mənim barəm deyirsə ki, hizbilikdirsə, qoysun ortaya nədir? Biz də bilək. Amma ittihama gəlsə, mən onu çox şeylə ittiham edə bilərəm. Yəni oldu, elədirsən, o sufilərdən fərqi nə oldu? Dəlil deyirsən ki, mən deyirəm də, cəmaat əlhəmdülillah sufilikdən çıxıb da, sən yenə cəmaatı sufilə yönəldirsən. Mən deyir ki, biz deyirik ki, cəmaat dəlilə, Qurana, sünnəyə, o boyda danışıqlar var, bir dənə ayə, bir dənə hədis yoxdur. Mən deyirəm, inanmırsınız, elə şey var. Ola bilərsən, bəlkə də ən yaxşılarından səhv deyirsən, unudubsa. Amma açığa yalanlar da en qədər. Axı deyir, cəmaat içində bir cümlə danışırlar, əmanət məclisində tam başlar. Əmanət məclisində. Nə deməkdir bu? Hansı da əmanət? Əmanət məclisində cəmaat oldu, gətirsinlər də. Muxtar qardaşın deyir ki, əmanət məclisində belə danışır, cəmaat içində elə danışır. Əgər o cür yanaşası olsa, özünün əmanət məclislərində daha betər şeylər var. Daha çox şeylər var. İndi biz onları o söyüş formasında hərəkətlər demək istəmirik. O yığılışmağımızda məqsəd hər şey açıqlama gəlməkdir. Məndə 2 dənə sual qalır. Bir bu azıl məsələsi. Bu sənin forumda bu ümumiyyətlə azıl var yoxdur, yox ümumiyyətlə siz azlını tədbirləşirsiniz. Bir də ki, bu son zamanlar ümumiyyətlə gəzir ki, minbərdən hakimiyyət olar. Bir dənə xahiş edirəm, bu 2 dənə məsələyə aydınlıq gətirin, mən sualım tutarım. Yəni azıl məsələsində, yəni alimlərdən gətirənlər olub. Azıl nədir? Yəni azıl, yəni hakimin uzaqlaşdırılması. Azıl hakimin uzaqlaşdırılması nəzərdə tutulur. Necə ki, məsələn, ola bilər, məsələn, hakim ağlını itirsin və o da qayıdır ki, əhlül həll vəl-aqd məsələsidir. Yəni, həll nədir? Açmaqdır. Aqd bağlamaq. Açmaq və bağlamaq əlində olan insanlara qayıdır. Yəni, o bizim işimiz deyil, sıravilərin deyil. O qayıdır, yəni, hakimin də dəyişdirilməsi məsələsi olsa, yəni, yuxarıların öz işləridir. Yəni, belə bir şeylər var. Amma belə bir şeylərin özünə danışılması özü fəsaddır. Məsələn, mən o vaxtda danışılanda görüş olaraq əl-sünnədən belə bir şey gətirilib. Məsələn, orada güc olarsa və heç bir fəsad olmazsa, yəni bu şərtlər var da, o bir şeyləri qırağa qoyub, güc olarsa çıxmaq olar. Heç mən çıxmaq sözünü heç vaxt deməmişim. Yəni bu əhl-i-sünnənin yəni görüşlərindən biri olar. Alimlər kimsə İbn Həcər rahimehullah Fəthül Baridə əhl-i-sünnəyə mənsub edərək gətirir deyə belə bir şey gətirilib. Amma və onların hamısını qırağa qoyaraq ki, adil görür. Nə vaxt görür? Nə vaxt adil ona çağırıb? Və ümumiyyətlə məsələn biz məsələlər danışa bilərik. Yəni elə bir məsələ yoxdur ki, orada müəyyən görüşlər, ixtilaflar olmasın. Hər bir məsələ görsək, bunu deyəndə var, tam əksini deyəndə var. Hətta Təbər rahimehullah təfsirin özündə
gətirir ki, məsələn, bir şeyin təfsiri gündüzdür, sonra biraz sonra gətirir ki, bunun mənası gecədir. Tam əks mənalar gətirir. Yəni, belə şeylər, ona görə, yəni, bu qaydadır ki, müzakirə mövzusu mövqe ola bilməz. Yəni, müzakirə olunur, danışılır, belə bir şey ola, yəni, əhlüsündə də deyənlər var, belə var, amma ki, qalsam, məni etiqad edeyim. Necə, həmişə çəkindirdiyimiz şey deyir ki, belədir. Hə. Və ona görə bu məsələ özüdür. Şeyx racih də gətirir ki, şərtlərlə nəsə var, ola bilir. Amma bu qoyulan şərtlər də şurut təciziyyət deyir. Yəni, həyata keçməsi demək olar ki, mümkün olmayan bir şərtlər. Bəzən gətirir kitablarda. Hətta fiqh kitablarında ola bilir. Gətir filan şey belə olasın. Amma baxırsan ki, onun həyata keçməsi bəlkə də olacaq, olmayacaqdır. Hə. Amma sən onu əgər nəsə danışılıbsa, o demək ki, kimsə onu etiqad edir. Vallahi heç vaxt, yəni hamı burada yaşayır, ailəsi, uşaqları, ana-atası. Yəni kim istəyir ki, bu ölkədə əmin-amanlıq pozulsun? Əlbəttə o insan əgər burada əmin-amanlığın yəni pozulmasını istəyirsə, donuzdan betərdir. Donuz deyir öz yaşadığı yeri yəni batırmır. Yəni ona görə hətta dəlil olaraq da gətirir ki, İbrahim əleyhissalam birinci Allah Teala'dan əmin-amanlıq istədi. Sonra ruzini istədi. Yəni orada alimlər faydalar çıxarır ki, yəni bir yerdə əmin-amanlıq olmasa, heç orada ruzi də qazanmaq mümkün olmaz. Amma mən hətta dua da eləyəm, kim bu ölkədə yəni əmin-amanlığı pozmaq istəyirsə, bu ölkədə pislik istəyirsə, Allah onun belini qırsın. Və başqa bir sual nə idi? Minbərdən dua. Minbərdən dua. Ümumiyyətlə, yəni bu belədir ki, biz yəni duanın formaları var. Yəni dua islah olaraq, hidayət olaraq, bu fakt olaraq gəlib. Və biz başqa dualardan gəlirdi ki, yəni tərif formasında olan dualar və xüsusən də minbərdə, yəni bunu deyirdik ki, məsələn Şeyx Alban Rahimullah konkret bidət deyir. Və Şeyx Salih Əl-Şeyx də deyir ki, yəni o dövrdə olmayıb. Raşidi xəlifələrin dövründə olmayıb və sonra tabinlərin dövründə də olmayıb, sonradan olub. Sonradan bir sünnə kimi çıxıb ortaya. Amma yenə bizim üzərimizdə düşən nədir? Əsas qızıl dövrə qayıtmaqdır. Qızıl dövrdə bu şeylər olmayıb. Amma o ki qaldı, dua var, dua olunmalıdır. Yəni hər kəs özündə, səcdəsində, amma belə formada necə dua olmalıdır qardaşım? Yəni Allah Teala islah etsin, Allah Teala hidayət eləsin. Çünki hakimin islah olması ilə də rəiyyət islah olur. Elə demiyor, deyir ki, Adil müəllim deyir ki, o yaltaqlıq sayılır. Yəni o onun necə, yəni tərif formasında olan dualardan söhbət gedir. Tərif formasında olan dualardan. Amma o bir dal necə ki, məsələn, bəzən bunlar ittiham eləmək üçün də gəldi deyirlər. Məsələn, biz deyirik cəmaata, məsələn, zikirlər bu formada yoxdur. Cəmaata nə deyir? Məsələn, kənddə olanlar bilir də. Vahabilər deyirlər ki, zikir yoxdur. Onlar Peyğəmbəri sevmirlər. Dua yoxdur. Hə, necə yəni dua yoxdur? Necə zikir? Dua da var, zikir də var, amma bu formada yoxdur. Cəmaat halında xorla zikir yoxdur. Yəni, ümumi namazdan sonra birbaşa əllər qaldırır, bu yoxdur. Bu eyni elə ki, o sufilərin, cəmaatın dediyi şey bunlar deyirlər. Və həmçinin sonra insanın sözündən söz çıxartmaq. Ha, onda belə deyirsə, filan çıxır. Ələ çıxartmaq qalsa biz səndən nə qədər şeylər çıxardarıq. Bu özü xavaricilərin üslubundandır ki, sözdən söz çıxartmaq. Ona görə İbn Teymiyyə rəhməhullah deyir ki, lazimul qavl isə bi qavl. Yəni insanın sözündən çıxan şey onun sözü sayılmır. O söz başqadır, o sözdən çox şeylər çıxarıla bilər. Onda belə çıxır. O söz şişirilib da, o söz şişirilib ya hakimə qarşı yaltaqlıq sayılırsa, deməli o hakimə qarşıdır. Tərif sözü yoxdur. Tərif sözünün şişirilib, dua eləmək yaltaqlıq. Tərif yaltaqlıqsa Elədir, əlbəttə. Ona sən hakimə qarşıdır. yəni insan yəni xeyir istəyirsə, yəni zəng eləyib soruşur, bu nətər olub, necə olub? Necə olub soruşur, məsələ qulaq. Amma görsən ki, burada açıq aydın, bəlkə də başqa şeylər var, Allah bilir. Amma nə də olsa insan yəni bu boyda şeylər eləməməlidir. Qardaşları qırdırmamalı bir-birinə. Allah Teala deyir ki: "Va'tasimu bihablillahi cemi'an ve la teferraqu." Allahın dinindən, ipindən möhkəm yapışın və ayrılığa düşməyin, parçalanmayın. Və Şeyx Salih Əl-Şeyx gətirir ki, Allah Teala qovni qədəridir ki, dində möhkəm olmaq, Allahın kitabından dininə möhkəm yapışmaq bədənlərin də birləşməsinə gətirib çıxarır. Əgər dində möhkəmlik olmazsa, bədənlər də ayrılır. Məsələn, bu cür söhbətlər artıq istər günahların yaranmasına səbəb olur və günahlar da yaranan nə olur?
parçalanma olur. Və bu da ki, sözsüz ki, daxildə və xaricdə olan düşmənlərin məqsədlərindəndir. Biz demək hamı elədir, amma sözsüz ki, burada və bunu istəyənlər var, bunu sevənlər var və məqsədə çatmaq istəyənlər var, amma yenə əmin olmalıyıq ki, necə İmam Əhməd Rahiməhullah deyir ki, İnnallaha lən yudayya dinəh. Allah Teala öz dinini zayi etməyəcəkdir. Allah Teala öz dinini qoruyacaqdır. İstəyənlər var. Bəzən din adı ilə, sələf adı ilə sələfiliyi parçalayırlar. Vallahu mutimmu nurihi. Yuridunə liyutfi'u nurallahi bi afvahihim. Öz ağızları ilə Allah Teala buyurur ki, Allahın dinini söndürmək istəyirlər. Ağızlarla dinini söndürmək istəyirlər. Vallahu mutimmu nuri və ləv kəriyəl kafirun. Kafirlər istəməsə də Allah Teala öz dinini tamamlayacaqdır. Ona görə yəni bu şəksizdir, şübhəsiz, bu şək yoxdur, din tamamlanacaqdır. Amma insan nəyə çalışmalıdır? O gələcəkdə qurulacaq, o bir qalanın heç olmasa bir kərpicini qoyanlardan olmağa çalışmalı. Söküb dağıdanlardan yox. Yəni bu məsələ açıq aydın. Sən il boyu danışırsan, o belə, bu belə. Hansı dəvət ola bilər? Gəl Qurana baxaq, peyğəmbərlərin mənhəcinə baxaq, sonra sahabələrin mənhəcinə və sələflərin mənhəcinə. Onlar nə vaxt, yəni çayxanada oturub, nə başqa yerdə bundan danışıblar. Belə şeylər danışıblar. Ola bilməz. Yəni əlhəmdülillah yaxın alimlər, Şeyx Albani olsun, Şeyx İbn Hüseymin olsun, Şeyx İbn Baz olsun, hansı belə danışır? Və sonra yalandan da atılır ki, yəni yapışdırılır ki, onlar belədir. Ola bilməz. Gətirsinlər. Ona görə Şeyx İbn Hüseyin Rahiməhullah çox gözəl sözü var. Deyir ki, və buna görə deyir, görürsən deyir, avam, yəni avam biraz bizim də yaxşı çıxmır. Yəni ərəbində avam sıravi insana deyir. Sıravi bir insan, hansı ki elmi olmayan sıravi bir insan deyir ki, ixlasında, ibadətində, əməlində o dedikodu ilə, o rəddlərlə məşğul olan deyir, insanlardan daha xeyirli olsun. Daha xeyirli olsun. Deməli, görürsən insan, yəni o insan daha xeyirlidir bu boş-boş danışan insanlardan. Ona görə insan artıq dilini qorumalıdır, artıq danışıqdan, artıq hərəkətlərdən. Çünki onların hamısı insanın qəlbinə təsir edir və ondan sonra da haqqı haqq olaraq görə bilmir. Allah qorusun. Cüzi məsələ nədir? Deyir ki, hakimiyyət cüzi məsələdir. Elə bir sələfin etiqadında elə bir şey var. Yəni onu yenə məsələsi cüzi məsələ. Cüzi məsələ. Sahibinə deyir. Hə, sahib cümlə deyir. Sahibdən sonra. Sahib də araşdır, qardaş, araşdır. Bax, mən elə şey danışmamışam axı. Sən niyə sən etmədiyi şeyi, demədiyi şeyi adama yükləyirsən? Bu nə həddədilikdir də. Yəni sən, yəni mümkün vallahi qardaşlar, mən deyirəm ki, yəni sünnə üzərində olmayan bir şey, əmin olun, gec-tezi var. O sökülməlidir. Yəni əgər bir yol ki, bir mənhəc ki, bir metod ki, sünnə üzərində deyil, o qalxa bilər, şişədə bilər, amma sonra dibindən söküləcəkdir. Dibindən söküləcək. Belə qaranlıq heç nə qalmadı. Qısa bir nəsihət ilə kifayət eləsin. Bizim niyyətimiz islahdır. Biz bu yəni bütün qardaşlar yanırıq. Ona görə də biz istərdik ki, bir nəsihət olsun. Bax, ona görə neçə vaxtı bax danışılır da. Yəni yenə bu istəmirdik bu şeylər çıxsın, eləsin. İndi məsələn danışılası olsa, əlhəmdülillah biz də çəkindiririk artıq. Biz də çəkindirik çünki bu adam Quran və sünnədən uzaq olduğu üçün. Yenə Quran və sünnəyə qayıtsa qardaşımızdır. Amma niyə görə? Çünki biz insanlar bu dindir. Necə insanlar yönəldə bilərik ki, ancaq insanlar sən məşğul elə boş şeylərlə. Nə ayə var, necə ki alimlər buyurur ki, əl-ilmu qalallahu, qalə rasuluhu və qalə sahabə. Elm Allah dedi, Rasul dedi, sahabələr dedi. Yəni bundan başqası başqa sayıqlamadır. Bundan başqa olan şeylər nədir? Sayıqlamadır. Yəni elm sayılmır. Ona görə bir yerdəki ayə olmazsa, hədis olmazsa və həmçinin sahabələrin sözləri olmazsa, sələflərin əsərləri olmazsa, yəni o elm sayıla, yəni bilməz. Heç vaxt istəmədi, bu artıq məcbur oldu. Yəni bu şeylərin də danışılmasına və artıq yəni başqa şeylər əgər yəni davam eləsə, bütün biz də bizim bildiyimiz çox şeylər var. Demirəm bir çox şey, biz də çox şey bilirik. Öz istəyirəm, çox adamlar irad tuturlar ki, niyə görə bu vaxta kimi susublar, niyə görə bu etiraflar olmuyor? Bunun da səbəbini deyərsiniz. Yəni bu niyə görə? Çünki yəni bu yoldur, bu sələfin yoldur. Yəni biz ölməmişik ki. Biz deyirik ki, telefon da açıqdır. Kimin nə sualı var? Niyə başqa suallar var? Bunu da soruşa bilərlər. Və bu cür şeylərin belə çıxmasını biz istəməmişik. Özü istədi, artıq da çıxdı. Yenə problem deyil, yenə danışılacaq, lazım gəlsə və lazım gəlsə hər bir şey qoyulacaq. Yəni özü istədi artıq bunları. Və ona görə yəni ümumi tövsiyə olaraq, yəni necə ki İbn Teymiyyə Rahimehullah
alimlərdən biri tövsiyə istəyir. Deyir ki, mənə tövsiyə elə, məktub yazır. Və İbn Teymiyyə rahimehullah deyir ki, Allah və Rasulunun yəni tövsiyəsindən hansı tövsiyə üstün ola bilər? Və Allah Teala Quranda təqvanı tövsiyə edir və həmçinin Peyğəmbər s.ə.v də sahabələr içərisində ən halalı və haramı ən yaxşı bilən sahabəyə təqvanı tövsiyə edir. Quranda Allah Teala buyurur: "Və laqad vassaynallaziina utul kitaba min qablikum və iyyakum an ittaqullah." Və sizdən əvvəl kitab verilənlərə təqvalı olmağı tövsiyə etdik. Allah Teala'nın birincilərə və axırıncılara tövsiyəsidir. Və həmçinin Peyğəmbər s.ə.v Muaz radiyallahu anh deyir ki, "İttaqillah haythuma kunt." Harada olursan ol, təqvalı ol. Və İbn Teymiyyə rahimehullah deyir ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin Muaz radiyallahu anhuya bu tövsiyəni etməsi həqiqətən bu tövsiyə nə qədər mühüm bir tövsiyə olmasını bildirir. Niyə? Ona görə ki, Muaz radiyallahu anhu sahabələr içərisində halal və haramı ən yaxşı bilən sahabədir. Yəni sıradan bir sahabə deyildi. Hətta rəvayətdə gəlir ki, Muaz radiyallahu anh qiyamət günü alimlərin önündə daş atılan məsafə qədər öndə həşr olunacaqdır. Deməli, həqiqətən bu çox dəhşətli bir tövsiyədir. Deməli, ümumi daha lor ilə başa düşülməsi üçün nədir mənası? Yəni, harada olursansa ol, salamat qalmaq istəyirsənsə uzaq ol. Dedikodudan uzaq ol. Fitnədən, fitnə yerindən uzaq ol. Yəni, uzaq olmadınsa, kim istəyirsən ol, düşəcəksən. Səni məşğul edəcək. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, "Lə yaxluvanna raculun bi imratin illə kana thalithuhuma şeytan." Bir kişi qadınla tək qalarsa, onların üçüncüsü şeytan olar. Deməli, nə vaxt ki, insan fikir verir, görmür qadın, naməhrəm görmür, necə rahatlıqdır. Amma bir yerdə qaldıqdan sonra, bir otaqda tək qaldıqdan sonra insanın gözünü qorunması və qəlbini qorunması nə qədər çətinləşir. Və buna misal olaraq digər məsələlər. Nə qədər insan uzaq olur dedikodudan, və bir o qədər salamat qalır. Və həmçinin bu məsələlərdə ilə fitnə deyil. Dəfələrlə bəlkə eşitmişsiniz, fitnə deyildir. Amma fitnənin çoxlu mənaları var. Amma mənalarından biri də odur ki, İbn Qayyim rahimehullah gətirir ki, insanı vəhiydən döndərən hər bir şey fitnədir. Vəhiydən. Dəlil də olaraq İsra surəsi 73-cü ayə. Allah Teala buyurur: "Və in kadu leyeftinunaka anillazi awhayna ileyk." Onlar az qala sənə etdiyimiz vəhiydən döndərirdilər. Döndərilir mənası ərəbcədə nə keçir? Fitnə keçir. Yeftinunak. Yeftinu yasrifunak yasuddunak. Yəni səni döndərirlər. Deməli, insanı vəhiydən, vəhiy nədir? Quran, sünnə. İnsanı Quran və sünnədən, Quranı öyrənməkdən, əzbərlənməkdən, oxumaqdan, başa düşməkdən, əməl etməkdən, hədisi oxuyub, öyrənib, başa düşməkdən, əməl etməkdən yayındıran hər bir şey fitnədir. Fitnədirsə nə? İttəqillah. Uzaq ol. Allahdan qorun, məsələdə çəkin orada, o yerlərdən uzaq ol. İndi gəlin baxaq, bu şeylərin fitnədir, fitnə deyil. Yəni bu söhbətlərdən sonra insanlar var ki, mən Quranı bir dəfə açmamışam. Və bunun məsuliyyəti kimə qayıdır? Yəni bu fitnəni məqsəd yönlü salan insanlar bunu daşıyırlar. Amma yəni o bir insanlar da sorumsuz deyil. Onlar özləri də bilməlidirlər, araşdırmalıdırlar və yəni elhamdülillah Quran açıq aydındır. Bizim üzərimizə düşən nədir? Bizim üzərimizə düşən yəni Quran və sünnəni öyrənib əməl etməkdir. Yəni bunun məqsəd də əsas cənnəti qazanmaqdır. Elə məsələn qaldırıb hakimiyyət. Əlbəttə bizim heç bir vəzifədə də o şeylərdə heç bir gözümüz də yoxdur. Bəlkə də özünün gözü varsa bilmirəm, hara çatmağa istəyir. Amma bizim istədiyimiz cənnətdir və cənnəti də hakimiyyət verə bilmir. O da Allah Taala'nın əlindədir. Və bizim də, yəni biz həm özümüz istədiyimiz şey budur və insanları da buna çağırırıq. Cənnətə aparan yola. Və İbn Qayyim rahimehullah da buyurur ki, yenə tövsiyələrdən Allah Teala qardaşına məktub yazarkən deyir ki, Allah Teala səni harada olsan mübarək etsin deyir. Sonra izah edir ki, mübarək nə deməkdir? Bərəkətli. O insan ki, insanlara xeyir öyrədir, insanlara Allahın əzəmətini xatırladır və insanları əmələ rəğbətləndirir, həvəsləndirir. Bir insanda bu olmazsa, o insanın bərəkəti silinər. Yəni bir insanın danışığında Allahın əzəmətini xatırlatmaq, Allahı sevdirmək, xeyir öyrətmək, əmələ çağırmaq olmazsa, o insanın bərəkəti silinir.
və sonra onunla görüşməyin bərəkəti silinir və sonra onun ətrafındakilərin bərəkəti silinir. Sonra İbn Qayyim rahimehullah buyurur ki, ondan sonra onların məclisləri dedikodu içərisində keçir və onlar da əməlləri baxımından ziyana uğrayanlardan olurlar. Ona görə bizim tövsiyəmiz odur ki, bu şeylər yəni uduzmayın. Yəni əməlləri itirmək istəmirsinizsə, dedikoduya girişməyin və gündəlik Quran ayəsini öyrənin, hədis əzbərləyin və məclisə gələndə də insanlara onun öyrədin mənasını və öyrənməyə çalışın, fayda verməyə, fayda götürməyə və bu cür olsa bərəkətli olacaq. Amma başqa danışıqlar olarsa və bilin ki, o faydası olacaq. Yəni ola bilər nəsə atıb yolunu davam edirsən. Bu yol İslam böyükdür. Nə qədər əməllər var, öyrənəsi xeyirlər var, amma il boyu bundan danışılsın və üzərində də heç bir yəni xeyir, bərəkət olmayan bir şey və insanlar da yəni axirətə də aparan yolunun qarşısını alsın. Yəni burada heç bir xeyir ola bilməz və sələfilik ola bilməz, doğru mənhəc ola bilməz. Sadəcə iddia edə bilərlər, iddianı yahudilər də edirlər. Çoxları çox şey iddia edə bilər, amma əsas məsələ nədir? Əsas məsələ onu doğrultmaqdır. Necə ki, o vaxt bəzi insanlar Allahı sevdiklərini iddia edirdilər. Allah Teala onları yoxlamaq üçün Əl-İmran surəsi 31-ci ayə nazil etdi. Allah Teala nə buyurur? Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullahu və yaghfir lakum zunubakum. De ki, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun. Onda Allah sizi sevər və günahlarınızı bağışlayar. Siz iddia edirdiniz. İddia edirsinizsə, deməli, Allahı sevirsinizsə, Allaha sevginin gərəkdirdiyi şey nədir? Peyğəmbər s.ə.və tabi olmaq. Və həmçinin ondan da daha mühüm olan nədir? Allahın insanı sevməsi. Deməli, Allahın sevgisinə aparan yol Peyğəmbər s.ə.və tabiçilikdən keçir. Yəni, bundan başqa yolda, yəni yerdə ola bilməz. Ona görə sələflər deyərdi ki, leysə şənu ən tuhib, və ləkinnə şənu ən tuhab. Yəni, əsas o deyil ki, sən sevəsən, əsas odur ki, seviləsən. Ona görə üzərimiz düşən Peyğəmbər s.ə.v sünnəsini öyrənib, ona tabi olmaqdır. Amin cümlənizdən. Allah kifayətlənir, Allah təşkil etsin.